Bir neçə gün bundan əvvəl Bakıda, yəni paytaxtda baş verən qəza, taksi sürücüsü etmişdi bu qəzanı. O görüntüləri gördük. Hamı bir yazı yazdı. Hamı bu taksini ictimailəşdirdi və yazdılar uçan taksi. Doğrudan da belə göydə süzürdü də. Mən elə bu kadrlara baxanda elə bildim Amerika filmlərinə baxıram. Hind filmlərinə baxıram. Hind filmlərində o Hollywood Bollywood ulduzları çalışırlar ki, onlar belə bir uçan nələrsə etsin də tamaşaçının nəzərini cəlb etmək üçün. Amma biz bunu etmədik. Bu sadəcə olaraq hadisə olaraq, qəza olaraq baş verdi və bilirik ki, həmin sürücü xəstəxanada yatır və oğlu bəzi açıqlamalar edib. Mən də o izlədim. Biri dedi, kart qoymuşuq, pul yığmışıq o 90 minə qədər. Onlar etiraf etdi ki, heç bir qəpik yığılmayıb, az yığılıb da, tutaq 10 min, 20 min. Digəri dedi, yox 150 min yığılıbdı, pul karta köçürülüb. Nə bilim, maşın verilib ona, filan. Yəni bunların yanlış olduğunu dedilər və ailə təqsir verdi. Oğlu deyir ki, atam Anar Nəcəf müalicə aldığı Sabunçu tibb mərkəzindən məcburi şəkildə çıxarılıb. Buna səbəb isə bir neçə gün əvvəl atamın yığılan pullarla bağlı açıqlama yaydığı videoda səsləndirdiyi fikirlər olub. Ölkə.az xəbər verir ki, bunu teleqrafla açıqlamasından sürücü Anar Nəcəfovun oğlu Elvin Nəcəfov deyib. Onun sözlərinə görə hazırda atasının durumu orta ağırdır və o özəl xəstəxanaya daha doğrusu yerləşdirilib. Atam o videoya görə dövlət xəstəxanasından çıxarıldı. Videodan sonra xəstəxananın baş həkimi atama yaxınlaşıb video çəkdiyinə görə oradan çıxmalı olduğunu dedi. Bu səbəbdən atam hazırda Əhmədovda yerləşən diaqnoz tibb mərkəzinə yerləşdirilib. Günü 250 manata müalicə alır. Əməliyyat üçün əlavə 10 min manat pul lazımdır. Məncə dövlət xəstəxanalarında, mən də əleyhinəyəm də, dövlət xəstəxanası səni müalicə edir. Belə xidmətində durur, müayinə edir, müalicə edir ödənişsiz. Bütün personal deyərdim də, hamı sənin xidmətində durursa, canlı açıb nəyisə demək, nəyisə danışmaq məncə yanlışdır da. Hər şeyin sonunu gözləmək lazımdır. Bəli, 10 min manat pul lazımdır. Əməliyyatdan sonra isə yeriyə bilməsi 50% ehtimaldır. Hazırda 4-5 min manat pul yığılır, 90-100 min manat pul yığılması isə şayədir. Allah şahididir deyə o əlavə edib. Bax, mənə çatmır da. Bax, niyə görə mütləq pul yığılmalıdır? Niyə? TikTokda pul yığılmalıdır. Niyə görə pul yığılmalıdır? Hadisə baş verib, tələb edin. Dövlətdən tələb edin, qurumlardan tələb edin. Nə bilim, hadisə baş verən o ərazidə nələrsə var, onlardan tələb edin. Yoxsa açırlar canlını, həm bizə pul lazımdır. Artıq bizim özümüzdə də bir ikrah hissi var onlara qarşı, bir iğrəncilik var onlara qarşı ki, bu qədər pul yığmaq olar. Xəstə də pul yığır, sağlam da ki, kartın qoyub oran, kartıma pul qoyun, kartıma pul köçürün. Məncə, yəqin ki, dövlətin mütləq qayğısı olacaq. Mən düşünürəm olacaq.